Salam, hər vaxtınız xeyir olsun. Bugün mif yoxsa həqiqətdir kateqoriyası mövzusu yaxın günlərdə səfər etdiyimiz, demək istərdim, gələcək illərdə səfər etmək istədiyimiz ölkələrdən biri olan Kenya haqqında danışacağım. Kenya Afrikanın şərqində yerləşir. Ən qədim insanlar məhz burada tapılmışdı. Turkana gölü yaxınlığında. Kenya 1963-cü il 12 dekabrda Böyük Britaniyadan ayrılaraq özünü müstəqil elan etmişdir. 1964-də bir il sonra, yəni respublika elan olunmuşdur. Hal-hazırda prezident respublikasıdır. 55 milyondan çox əhaliyə malikdir. 60-dan çox dildə danışır əhali, 40-dan çox etnik qrup var orada. Hətta bir kənddə bir neçə nəfərin 3-4 ana dili ola bilər. İlk bir, Kenya çox isti ölkədir. Ümumiyyətlə temperatur heç aşağı düşmür. Əksinə, orada müxtəlif iqlimə görə hava şəraiti dəyişir. Düzdür, ekvatora yaxın yerləşdiyi üçün isti yerləri də var. Amma hal-hazırda, tutaq ki, mərkəz şəhər olan Nairobiyə baxsaq, dəniz səviyyəsində hündürdə yerləşir. Temperatur indi özüm girib baxdım, 26 dərəcədir orada. Bizimki kimi yaz havası müşahidə olunur. Mif 2, Kenyada çoxlu quş növləri mövcud deyil. Əksinə, 1100-dən çox quş növləri mövcuddur. Flamingoların sayı da hədsiz orada çoxdur. Hətta bir göl var, ora eniş edəndə flamingolar hədsiz o qədər sayları çoxdur ki, gölün rəngi çəhrayı rəngə boyanmış olur. Mif 3, Kenya yalnız savanalardan ibarətdir. Xeyr, orada dağlar, göllər, meşələr də mövcuddur. Mif 4, Kenyalılar heç vaxt idman üzrə rekorda imza atmayıb. Əksinə, Masai qəbiləsi var, xüsusi tanınmış bir qəbilədir. Onların uzun qaçış üzrə dəfələrlə rekordlara imza atdığını görürük və Masai dansı da var, hətta onların özünün xüsusi. Növbəti mif baobab ağacı ilə bağlıdır. Onlar belə inanır ki, güya Tanrı bu ağacı tərsinə əkib, ona görə tərsinə inkişaf edir. Necə? Gövdəsi genişdir, budaqları isə qısadır. Ona görə belə düşünürlər. Gövdəsində su saxlama qabiliyyəti var. Ona görə də bu quraqlıq illərində heyvanlara faydalı olur. Növbəti mif, qızlar təhsilə cəlb olunmur. Həqiqət budur ki, qızlar da oğlanlarla bərabər təhsil alır. Hələ orada baxdım, KSG-lər çox ciddi keçirilir, amma hər dəfə bizim kimi hər ayda keçirilmir də. 8 ilin sonunda bir keçirilir. Bir də növbəti orta təhsili bitirəndə keçirirlər. Özdə bu nəticələr ali məktəbədə təsir edir onlarda. Amma təhsil alanlar olsa da sayı azdır. Çünki 55 milyon əhali oxudu. Sonra yazır ki, ümumi təhsil alanların sayı 9 milyon. Rəsmi dilləri İngilis dili, Swahili dilidir. Dinləri 85%, 90% demək olar ki, xristiandır. 10% İslam dininə sitayiş edir. İslam dininə sitayiş edənlər də sərhəd boyu bölgələrdə, Somali sərhədində falan yaşayanlardır. Digər kiçik bir faiz isə öz dini etiqadları var. Hətta hər etnik qrupu, nə bilim, tayfanın öz xüsusi adət-ənənələri var. Üstəgəl öz geyimləri var, öz geyim tərzləri var. Hər paltarlarının rəngi də müəyyən bir rəmzi mənanı əks etdirir. İndi isə siz də bildiyiniz maraqlı faktları rəy bölməsində paylaşa bilərsiniz.